Wikimənbə, Wikimedia Fondu tərəfindən idarə olunan açıq məzmunlu mətn mənbələrindən ibarət onlayn wiki əsaslı rəqəmsal kitabxanadır. Layihənin məqsədi müxtəlif dillərdə bütün növ açıq mətnləri və onların tərcümələrini yerləşdirməkdir. Əvvəlcə faydalı və ya vacib tarixi mətnləri saxlamaq üçün bir arxiv kimi nəzərdə tutulmuş bu layihə zamanla ümumi məzmunlu bir kitabxanaya çevrilmişdir. Məqsəd Wikipedia məqalələrini əsas mənbələrlə dəstəkləmək və eyni zamanda bir arxiv funksiyasını yerinə yetirməkdir. Layihə əvvəlcə Project Sourceback adı ilə planlaşdırılmış və əsasən tarixi və mədəni materialları toplamağa yönəlmişdi. 2001-ci ildə Wikipediada ilkin mənbələrin əlavə olunması ilə bağlı mübahisələr yaranmışdı və bu layihə bu məsələyə həll təklif edirdi. Layihə Project Gutenberg-i təkrarlamaq yox, onu tamamlayacaq bir platforma olmaq üçün nəzərdə tutulmuşdu. Rəsmi olaraq layihə 24 noyabr 2003-cü ildə fəaliyyətə başladı. Layihənin adı 6 dekabr 2003-cü ildə Wikimənbə olaraq dəyişdirildi. Wikimənbədə yalnız ictimai mülkiyyətdə olan və ya sərbəst lisenziyaya malik əsərlər saxlanılır. Wikimənbə əvvəllər nəşr olunmuş mətnləri rəqəmsal formatda toplayır və saxlayır. Bunlara romanlar, qeyri-bədii əsərlər, məktublar, konstitusiya və tarixi sənədlər, qanunlar və digər müxtəlif sənədlər daxildir. Toplanan bütün mətnlər ya müəllif hüququndan azaddır, ya da açıq lisenziyalar altında yayımlanmışdır. Bütün dillərdəki mətnlər və onların tərcümələri layihəyə qəbul olunur. Mətnlərə əlavə olaraq Wikimənbə komikslər, filmlər, səs yazıları və danışıq əsərləri kimi materiallar da yerləşdirilir. Wikimənbədə saxlanılan bütün mətnlər əvvəlcədən nəşr olunmuş olmalıdır. 2025-ci ilin sentyabr ayı üçün 81 dil üzrə aktiv Wikimənbə mövcuddur. Bunlar ümumilikdə 6.595.413 məqaləni və 3284-ə yaxın zamanlarda aktiv redaktor əhatə edir.